Hər kəs sizi sevir. Hər kəs sizi çox istəyir. İstər Seymuru, istərsə də Natiqi, istərsə də İlkinimizi və Beyləqan ailəvi restoranını. Niyə? Çünki orada ləziz təamlar var. Niyə? Çünki orada gülərüz personal var. O personal ki, sizi gülərüzlə qarşılayır, səmimiyyətlə qarşılayır. O ləzzətli təamları da sizin üçün məhz Seymur və Natiq hazırlayır. Sabahınız xeyir. Sabahınız xeyir olsun Müşahid müəllim. Bütün bizi izləyən Azərbaycanlılar hər birini salamlayıram. Yaxın Aydın tutun. Azərbaycan verilişindən. Bəli. Dəyərli qonaqlarımızı salamlayıram. Siz dediniz ki, bu günlərim bayrama qarışıb. Bəli. Həm televiziyanın Televiziya, bəli, yubileydir. Və yeni formanda mübarək olsun. Formanız mübarək olsun. Özəl bizim üçün, Günaydın Azərbaycan üçün hazırlamışsınız. Elədirmi? Bütün bunları anladıq. Çox gözəl bir dizaynla. Haradadır Günaydın Azərbaycan yazısı? Yazdırın, bəs mən axtarırım, tapa bilmirəm axı. Yazdırın. Gələn dəfə, bura, pullu yerə yazdırın. Bura verirlər də pulları ki, buyur qardaş. Budur, amma balacadır. Bura uzağı nə qədər yerdəşər ki? Buradan da bir cib eləyin. Valla. Düzələr, o da düzələr. Düzələcək. Görürsən, mən sizə çörəkli yolu göstərirəm. Sağ olun. Seymur, sabahın xeyir olsun. Sabahınız xeyir olsun. Mən də qoşulam təbriklərə. Hansı təbrikə? Həmin televiziya bəli, təbrik eləyirəm. Bəli. Və sevgililər günü bütün hər gün adam sevib sevilməlidir. Hər gün sevgi dolu olmalıdır. Həftənin birinci günündən tutmuş sonuna qədər. Şənbə və bazar günü də xüsusilə. İnsanda həmişə bir hava olmalıdır, havalı olmalıdır. Adam gərək havalı olsun. Həmişə sevinç. Sən də havalı adam oxşuyursan. Olur. Sənin mahnın var, havalı başım. Havalı. Sən ümumiyyətlə havalı adam oxşuyursan. Olur da. Olur, hər gün olur yoxsa? Yox. Ürəkli oldu. Arada olur. Arada olur. Dəyərli qonaqlarımızı salamlayıram mən də. Çox yaxşı, bax, bu sevgi dolu bir gündə. Hər günümüz zaten sevgi doludur. Öz yarına nə demək istəyirsən? Artıq demişəm. O əlaydı. O əla cavab idi. O əla cavab idi. Allah hər kəsi xoşbəxt eləsin. Sağ olun, amin. Bizə təbii ki, baxan tamaşaçılarımızın hər biri öz sevgi dolu hissləri ilə yazırlar. 050-502-01-30 nömrəsinə deyin ki, Azərbaycanın hüdudlarından kənardadır. Bu gün nə hazırlayacaq? Bu günlərim mən deməli bildiyiniz kimi rayonlara qarlayıbdır. Qar yağır. Qar dəymiş bir dənə çəpişimiz gəlib, çəpişimiz. Bəh. Çəpişdən geçək bu günlərim xamalı bir dənə. Xama ilə. O tərəkəmə yeməyidir, ona spatisi deyirlər adına. Biz ocaqda necə? Spatisi. Mən onu qəşəng hazırlayıram. Spatisi? Bəli. Qədim Yunan sözüdür, yoxsa? Tərəkəmə yeməyidir. Tərəkəmə dilində deyirəm mən. Mən onu qəşəng hazırlayıram. Həmişə prosta bu gün ocaq olmadı. İndi sobada hazırlayacağım inşallah ocaqda. Ocaq, sobada. Bəli, hazırlayacağım. Yenə də o inşallah baxıb qiymət verəcəklər. Latif ustada mən də bir gün hazırlayacağım yemək, sobada olacaq. Toyuq ruleti hazırlayacağım. Səndə toyuqdur. Toyuq ruleti. Səndə toyuqdur. Gözəl dadı və gözəl görünüşü var. Səndə də çəpiş. Ay maşallah. Və Seymur, indidən qalib olduğunu deyim. Natiqin belə də acığına getməsin. Biz çəpişə meyilli olduğumuz üçün. Ona görə də bugün qalib sənsən, mən bilirəm bütün heyət onu dəstəkləyir. Elədir mi? Akşin elədir də, çayla nə gedər? Bəli, gəlməmişsin sən. Nə olar? Gələn dəfə. Dostlarımız, uğurlar, siz hazırlayın və Beyləqan ailəvi restoran ilə əlaqə saxlamaq istəyirsinizsə 070-221-10-13 nömrəsi aktivdir, əlaqə saxlayın. Gedin, Ünvan da Başkanov qəsəbəsidir ki, düz yolun kənarında görəcəksiniz Beyləqan ailəvi restoranı.